Rüska vərəqə əlvə al və nə istəyirsənsə onları vərəqə açıq şəkildə yaz günə. Mən Türkiyədə 5 il bundan əvvəl yaşadığımda artıq Dubaya gəlmədən öncə hardasa 4 ay, 5 ay, 6 ay öncəsindən hər gün meditasyonlar eləyirdim, hər gün manifest eləyirdim ki, mənim istədiyim şeylər var, mən onları əldə etmək istəyirəm. Hətta burada yerləşdirəcəm videoda bir səs yazması var, 5 il bundan əvvəlki səs yazmadır. Mən orada bu sözləri deyirəm. Gene belki meşgulüm, əzələm söyləyir. O məndən asıl olan bir şey. Bir de var, maddi bakma, soğusan adamı. Florya Atatürk ormanındayım. Karoti Gagaş, biz, bak biz, bak bir Azer, 2 Elşən, 3 Heydər və mən Salih. Evet, 10 ildən sonra hərəmiz milyon dolların sahibi olacaq. İnşallah. Mən də bu videonu saxlayıram, 10 ildən sonra da bu video qalacaq. 10 ildən sonra biz milyonçu olacağıq. Mən burada bu söz verirəm. Mən orada o sözləri deyəndə həqiqətən orada dediklərimin real olacağına %100 əmin idim. Və təbii ki, 10 trackdəyəm, o izdəyəm. Çox yaxın zamanda inşallah sizinlə də bölüşəcəm. Və demək istədiyim nədir? Əlbəttə dəftər vərəqi alandan sonra hər bir şeyi, hər maddəni, nə istədiyini çox aydın şəkildə oraya yazırsan. Ev istəyirsənsə, neçə mərtəbəli ev istəyirsən? Hardan istəyirsən? Həyət evimi istəyirsən və yaxud da bina evimi istəyirsən? Neçə otaqlı olsun? Hamısını bir-bir yazsan. Maşın istəyirsən, hansı maşın olsun, hansı brend olsun, hansı rəngi olsun? İş istəyirsən, nə cür iş olsun, nə qədər qazanc sənə sağlasın? Hər hansı bir ölkədə yaşamaq istəyirsən, hansı ölkə olsun, hansı şəhər olsun, o ölkədə, o şəhərdə nə etmək istəyirsən, hansı məsələyə sahib olmaq istəyirsən, hamısını yazırsan bir vərəqə. Ondan sonra artıq onun üzərində çalışırsan. Yazmaqla təbii ki, heç bir şey reallaşmır. Manifest eləyirsən, orada olduğunu düşünürsən və həqiqətən də dəftərə vərəqə yazacaqların planları, yazacağın arzuları, istəkləri həqiqətən də reallaşacağına inanıb yazmalısan. Çünki bunların o hədəflərin, o istəklərin, o arzuların həyata keçəcəyinə %100 əmin olsan, təbii ki, onlar %100 həyatıva daxil olacaq, %100 sənin başına gələcək, %100 onları əldə edəcəksən. Məsələ burasındadır ki, hər hansı bir cisimdirsə istədiyin, onu bu dəqiqə əlində olduğunu və yaxud da ki, onun sən əldə elədiyinə necə hisslər keçirəcəksən, əslində onu olmadığında yaşamalısan ki, olduğunda da həqiqətən də mən bu şeyləri yaşamışdım. Bu mənim üçün o qədər də əlçatmaz bir məsələ deyil. Çünki mən bunu düşünürdüm və çünki o hissləri yaşayırdım. Mən bura gəlmədən öncə İstanbulda dediyim kimi artıq meditasyon edirdim hər gün yatdığımda, sabah oyandığımda, ondan sonra gün ərzində bir neçə dəfə və meditasyon edirdim, istədiyim şeyləri yazırdım vərəqə, onlar təkrar edirdim. Ondan sonra Dubaya gələndə həqiqətən oraya yazdığım şeylər hamısı bir-bir reallaşır və hətta bəzən insan əlində olmadığı şeyləri xəyal eləyəndə həqiqətən də çox yüksək xəyallar qura bilmir, bəzən inanmır özünə. Amma məndə də o məsələ idi. Çünki mən oraya yazdığım şeylər hal-hazırda onun 3 qatı, 5 qatını qazanmışam, əldə eləmişəm. Yazdığım maşın idi. Bir neçə dənə maşınım var hal-hazırda. Çox gözəl evdə yaşayıram, mərkəzdə yaşayıram, çox gözəl işim var. Bir neçə gəlir yerlərim var. Yəni bunlar artıq bəzən manifestə elədiyin şeylər istədiyindən daha artıq gəlir. Ona görə də istədiyiniz şeylərə sərhəd qoymayın. Heç bir şeyin sərhədi yoxdur. Bu dünya yaranıbsa, Allah səni yaradıbsa, deməli sən başqa insanların sahib olduğu gücə, var dövlətə, pula sən də sahib ola bilərsən. Ona görə də inamsızlıq olmasın. Hər hansı bir şey istədiyin bir şey varsa Allahdan istə. Allaha inan ilk öncə. Çünki sənə bunları hamısını Allah yaradır, hamısını sənə, insanları sənin qarşına Allah çıxardır. Təbii ki, sənin elədiyin yaxşılıqlar, pisliklər buna təsir edir. Lakin ilk növbədə sənin inanacağın yer Allahdır ki, sən Allaha inanmalısan, ondan sonra da istədiyin şeyləri istəməlisən. Və bu formula həqiqətən də mənim həyatımda çox böyük dəyişikliklərə yol açıb. Çünki manifestation istədiyim şeyləri düşünmək, onları yazmaq, hər gün onları yaşamaq, onlar mənim əlimdədir. Onlar artıq mən onları yaşayıram. Kimi hiss eləmək artıq bunlar sizə o istədiyiniz arzulara, maddi nemətlərə çatmağınıza kömək olacaq ki, mənə kömək olub. Dediyim formulu əməl etdikdən sonra bu 2 gün ərzində sən nəticə gözləmə, 3 gün ərzində nəticə gözləmə. Bu sənə 2 gün ərzində də nəticəsi gələ bilər. Bir həftə sonra da nəticəsi gələ bilər. Bir ay sonra da gələ bilər, 6 ay sonra da gələ bilər. Amma həqiqətən səbirli olmalısan, istədiyin şeylərdə əzmli olmalısan ki, o istədiklərin sənə həqiqətən də gəlsin, Allah onları sənə nəsib eləsin. Təbii ki, ilk növbədə Allaha inanmaq, ikinci növbədə yaxşı insan olmaq üçün çalışmalısan. Ola bilər hər insan, mən demirəm hər insan məsumdur, günahsızdır, hər insanın günahı var, hər insan pis düşünə də bilər, yaxşı düşünməyə də bilər, təbii ki. Amma bunun kontrolü bizim əlimizdədir. Yaxşı düşünmədiyimizdə onun kontrolunu, pini əlimizə alıb onu düzəldə bilərik.
daha yaxşı insan olmaq üçün çabalaya bilərik və yaxşı insan olduğunuzda sizin həyatınızda çox müsbət dəyişikliklərə yol açacaq. Həm özünüzü çox yaxşı hiss edəcəksiniz, həm başqa insanlara qarşı düşüncəniz dəyişiləcək və başqa insanlara kömək eləmək üçün çabalarınız artacaq ki, başqa insanlara kömək elədiyinizdə, başqa insanların qazanmağına səbəb olduğunuzda Allah da sizə onun qarşılığında 1-ə 10 qat verir. Çünki hər insana, hər bir insana fərq eləmir. Yaxşılıq elədiyində təbii ki, onun qarşılığı sənə %100 gəlir. Demirəm, bunu qarşılıq üçün eləyin, sadəcə olaraq bu bir formuladır. Əgər sən bir nəfərə yaxşılıq eləyirsənsə, o da sənin həyatına gəlir. Necə ki, atalarımızda bir məsəl var. Nə tökərsən aşına, o da çıxar qaşığına. Bu sənə təsir eləyəcək. Çünki özüm təcrübədən keçirmişəm. O təcrübələr işə yarayır. Ona görə də burada bu videoda eşitdiyin, bu videoda öyrəndiyin hər hansı bir kəlmə belə olsa, hər hansı bir formula belə olsa, bunu üzərində diqqətlə çalış, diqqətlə dinlə, götür yaz vərəqivə, götür yaz dəftərivə və bunları dediyin formatda əməl elə, mütləq nəticəsini görəcəksin. Birinci istədiyimiz şeylərimizi vərəqə yazdıq, inanmamız oldu, Allah'a inandıq. Təbii ki, burada mən hamının düşüncəsinə, əqidəsinə hörmət edirəm. Hər hansı bir insan Allah'a inanmaya bilər, hər hansı bir insan ateist ola bilər, başqa bir dinə mənsub ola bilər. Hamısına hörmət bəsləyirəm. Kimə inanırsansa, içindəki o Allah sənin üçün kimdirsə, enerji mi deyirsən, ona universe mi deyirsən, artıq hər nə deyirsənsə, sadəcə olaraq inandığın şeyə həqiqətən inanmalısan %100 şəkildə. Hər hansı bir istəkləri yazdın vərəqə, inandın, kimə güvənəcəyi və Allahdırsa Allah və universe və enerjisə enerjiyə inandın və üçüncü mərhələ isə həqiqətən də yaxşı insan olmaq üçün çalışmaq lazımdır. Başqalarına nə qədər sən yaxşılıq eləyəcəksən, başqalarına nə qədər sən hörmət eləyəcəksən, bu sənin qarşıva gəlib çıxacaq. Bu formula sənin də həyatın dəyişikliyi yarada bilər. Ona görə də elə bu gündən bu videoda eşitdiklərimi bir-bir əməl eləsən, 3 ay ərzində, 6 ay ərzində və yaxud da gələn il həqiqətən də bu il olduğun insanla gələn il olacağın insan arasında dərə ilə dağ qədər fərq olacaq. Ona görə də burada eşitdiklər bir-bir əməl elə və uğur, müvəffəqiyyət səninlə bərabər olacaq. Hər hansı bir Dubai ilə əlaqəli suallarınız varsa, aşağıda kommentlər qismində mənə bildirə bilərsiniz. Heç vaxtınızı almayacaq. Zəhmət olmasa abunə düyməsini basın. Abunə düyməsinin yanında zvanok var. Onu da açın ki, yeni videolar yüklədiyimdə birinci siz xəbərdar olasınız. Videonu bəyənməyi və dostlarınızla paylaşmağı da unutmayın ki, onlar da bu videodan faydalansınlar. Dubaiyə gəlmək üçün hər hansı bir yol axtarırsansa, Dubai bələdçisi paketi sənin dadına çata bilər. Bunu da linkini də Dubai bələdçisinin linkini açıqlamalar qisminə yerləşdirəcəm. Əgər gəlmək istəyirsənsə, bura yerləşmək istəyirsən, iş tapmaq istəyirsənsə, Dubai bələdçisi kitabçasını, Dubai bələdçisi paketini alıb rahat şəkildə Dubaiyə gələ bilərsən. Təşəkkür edirəm. Vaxtınızı ayırıb bu 7-8 dəqiqə vaxtınızı ayırıb bu videonu izlədiyiniz üçün minnətdar. Sağlıqla qalın.